Mənim atam da, hətta Sovet vaxtı o çətin zamanda Rusiyaya malzad apararlardı. Məsələn, bir maşın mal vuranda deyək ki, 15-20 nəfərdən gedərlərdi. Amma maşının yarısından çoxu dədəmin olardı. O 15 nəfər, 20 nəfər, içində bir nəfər dədəmindirsə, qalanı hərə 5 yeşit aparan vardı, 10 yeşit aparan vardı. Amma nə bilim, 100-200 çoxunu da dədəm aparardı. Və yaxşı da pullar qazanardı yadımda. Amma o vaxtlar biraz qorxarlardı. Alverçi kimi, nə bilim, Sovet hökumətində ticarətçilərə belə baxardılar. Yəni, həm də biz həm də təsərrüfatçı olmuşuq. Yəni ki, ticarətçilik bizim genimizdə olub, qanımızda olub. Həqiqətən ticarət hər adam işi deyil. Həqiqətən bəzən adamlar ticarətçiyə belə baxırlar ki, yəni ki, ancaq özünü düşünən, bəzən ticarətçiyə düşünürlər ki, vergidən yayınmaq istəyən bir adam kimi və yaxud ticarətçiyə düşünürlər ki, ancaq öz maraqlarını düşünən bir adam kimi. Amma mən elə düşünmürəm. Əslində ticarətçilər, sahibkarlar, belə deyək, əslində məhsuldar insanlardır. Onlar özündən çox xalqa, cəmiyyətə xidmət edirlər. Mənə elə gəlir ki, bunları qorumaq lazımdır. Xalqın ən dəyərli bir sinifidir, bir zümrəsidir. Buna əslində elmi dildən deyilsə, sahibkarlara milli burjuaziya, sağlam milli burjuaziya. Sağlam milli burjuaziya həm də xalq üçün, cəmiyyət üçün, dövlət üçün dəyərli bir sinifdir, dəyərli bir zümrədir. Və bunlar bu çətinliklə bu işləri görən insanlar sevgisiz bu işi görə bilməzlər. Belə adamlar həm də halal olmasa böyük biznesi sahib ola bilməzlər. Dürüst adamlar bu işi görə bilərlər. Seçilmiş adamlar bu işi görə bilərlər. Mənə elə gəlir ki, bu çox qiymətlidir. Mən çox istəyərdim ki, xüsusilə xalqımız, cəmiyyətimiz bizim ki, sahibkarlara dəyər versin. Onda xalqımız da böyüyəcək, dövlətimiz də, millətimiz də və dünyanın ən qabaqcıl millətləri və dövlətləri sırasında Məhəmməd Hadi demişdən imzası olacaq.